Bizim Əmircan haqqında da bir ensiklopedik filosofik ensiklopedik var. Sonra burada Məhəmməd Füzulidir. Burada sonra isə ki, bu Əmircan Xili haqqında, yəni ki, bu Əmircan haqqında. Sonra burada isə belə ki, bu Rusun 40-cı illərin ensiklopediyasıdır. Bu Aseydir. Burada demək olar ki, bütün nə qədər kitab var, Nizami, Füzuli, kim, da, dünya, şərq, qərb, hamısı var burada. Bu bütün Azərbaycan tarixi. Bütün. Buradakı kitablar... Bunlar da hamısı qarışıq kitablardılar, hamısı qarışıq kitablar. Biraz bu yana gəl, bax, burada da, gəl yana. Bax, burada da, görsən, orada Nizaminin, Füzulinin, Dədə Qorqud, Xəqani, hesab edəgən ki, bütün hesab edəgən ki, sonra hesab edəgən ki, Miravoy ensiklopediyalarını, yəni, burada yerim ki, yoxdur, yəni bir bu qədər də, yəni ki, başqa, yəni ki, o çerdaqda saxlayıram. Bəs mənə hansı kitabları verməksin? Mən bu Seyid Əzim, bu Ramiz, hesab edəgən ki, Bülbüləri Ramiz deyir, Ramiz Fasih, Bülbüləri Ramiz. Biz indi el arasında ona indi Kor Ramiz də deyirdik, indi Ramiz Fasih onun əsl adı. Seyid İmadəddin Nəsiminin seçilmiş bəzi şeirlərinin şərhləri. Bax, bunu yazan da Ramiz Fasihdir. Yəni burada şəkli olmalıdır kitabın dalında. Bax, bu Ramiz bizim müəllimimiz olub. Bu bizim dahimizdir, dahimiz. Bunun hesab edək ki, bütün bunun dünyasını dəyişib. Bəli, dünyasını dəyişib, hesab edək ki, dəyişib, amma bu yaşayacaq da, yaşayacaq. Bax, bunu mən verirəm sizə. Bu da Əmircan haqqında, həm Əmircan şəcərlərinin haqqında, Əmircanın əmdəki tarix haqqında bir kitabdır. Bunda da yazan isə Fəridə Bunyatovadır. Bu da tarix elmlərinin bir şeydə Tofiq Bayram, şair Tofiq Bayramın baldızıdır. Yəni ki, elm sahibidir, elm adamlarından, yəni ki, o Tofiq Bayram kimi, yəni nəhənglə, yəni ki, qoxu məğrəbədilər. Adı nə vaxt dəyişib Əmircanın? Əmircan, bunun əsl kökü Xilədir, Xilə. Sonra bunun adı sonradan dəyişilib, Əmir Həc sözündən əmələ gəlib bu. Allah razı olsun. Hə, hansı yerdə dəyişib kəndimizin adı? O hesab eləginən ki, o aradası onu dəqiq indi deyə bilmərəm. O aradası 18-ci əsrdə 2 dəfə burada yəni ki, hətta buranın adı bir vaxtlar Əmir Hacıyan olub, Əmir Hacıyan. Daş Əmircan stansiyasının üstündə bu söz var, erməni familiyası kimi, Əmir Hacıyan. Əmir Hacıyan olub, sonra hesab eləginən ki, bunun üstündə düşüblər, onu oradan çıxardıblar. Əmircan onu Əmircan ediblər. Xilə nə deməkdir ki? Xilə, göyə ki, bəzi alimlər onu belə yazırlar ki, xilə sözü ərəblərdə xələ sözündən olub, yəni ki, əkilməyən, yəni mən belə bir, alim var idi bir ondan sonra, o dedi ki, bunun bir növüdə yazılır ki, əkilməyən, yəni məşğuliyyəsi, torpağı, yəni ki, qaya olub da, buranın yerləri qaya olub. Çünki burada Əmircanda bir nesil var idi, onlar deyirlər ki, bizim əkin yerlərimiz Hövsan yolunun üstü olub. Əkin torpaqlarımız orada idi. Sonra bəzilər də deyirlər ki, Zığ yolu Hövsan yolunda olub, Zığın altında olub, Serebrovskun altında olub. Bu kənd ümumiyyətlə daşıb, qaya yerləri çoxdur buranın. İndi bunu lap indi o, mən yəni ki, onları deməyə ixtiyarım yoxdur, mən öz sahəmdən danışıram. Yəni ki, onu indi yəqin hasansı bir Əmircandan, məndən indi belə gələn ki, çox bilən bir adam düşsə, bəlkə o açıqlar. Məsələn, o Fərhad var idi ya, bizdə şeyin adını deyil, Səhbə Bəhruzadənin meclisinə aparan. Allah'a şükür Fərhad bunu sənin üçün yerli dillə açıqlayar. Bax, bura bax. Bax, bu qədim kitabdır. Bəzi kitablara mən əl vura bilməm. Bax, Gülüstan-ı İrəm. Bax, qədim kitabdır, özü əskidandır. Gülüstan-ı İrəm bizim Abbasqulu Ağa Bakıxanovun yazdığı kitab. Bu ensiklopedik yazıdır. Bax, görsən. O həmin kitabdır, sadəcə... Yox, bu tamam başqadır. Çünki bu Gülüstan-ı İrəmdir, yəni ki, Abbasqulu Ağa Bakıxanovun yazdığıdır. Bax, sonra... Bilirəm, neçədən Gülüstan İrəm var ki? Bir dənədir, onun şeyləri var da, sayları var, başa düşürür. Hansı ildə buraxılıb, onu bilmək istəyirəm. Hamısı hesab edək ki, burada içindədir, onun şeyləri, adı nədir? İlinə baxardı. O buraxılıb aradasa, deməli, 18-ci əsr, deməli, 1794-də doğulub, 1847-də ölüb də bu. Haradasa 47 ilə 94-ün arasında buraxılıb da bu. Yox, kitabın nəşri oradadır. O sonradan buraxılanı deyirsən, yazılanı yox, buraxılanı oradadır, yazılıb. Bax, burada Gülüstanı bax. Bax, bu Gülüstan-ı İrəm, bu Rus dilindədir. Bax, bu biraz müasirdir. Abbasqulu Ağa Bakıxanov Rus dilində. Bu da Abbasqulu Ağa Bakıxanovun şəkli. Yəni ki, görürsən, yəni bu
İndi bu formadadır bu, eşitsən. Burada bu polkovnikdir. Yəni o Çar Rusiyasının polkovniki. Yəni ki, bunun doğuluşu 1794-də doğulub, 1847-də. Necə biləcəksən ki, Vadi-i Fatimədə ölüb. Məkkə tərəfdə, Məkkədə. Onu Qubada nə bağlı? Mən Qubada doğulmuşam. Onlar buradan, onlar köçüb gediblər buradan. Hələ bilginən ki, biraz nəsə burada onların şeylərində bu Füzulinin musiqi dünyasıdır. Bu Füzulinin musiqi, bu Vəli Məmmədov çox əjdaha sənətkardır, çox əjdaha dilçidir bu şey. Sonra bax, onların ora köçüb gediblər ora. Sonra bax Azərbaycan tarı. Bu Azərbaycan tarı. Mən sizə göstərim Azərbaycan tarını, gəlin bura. Baxın Azərbaycan tarına. Bax Azərbaycan tarının, baxın, tarın ilk quruluşu görüncə saza oxşayır. Tarın ilk quruluşu. Məndə tarın, mən sizə bilən bu tar haqqında bir dəqiqə informasiya verim. Bu tarın, deməli bizdə məsələn ki, burada baba, yəni ki, o Tahir adında bir şey o ədəbiyyat nəzəriyyəsidir. Orada desə belə ki, orada ölçülər, mən əruzə çox girişmirəm. O deməli lüğətdir. Bu da qədim lüğətdir. Azərbaycan dilinin lüğətidir bu. Bax götür çürüyüb bunların, yəni bu İmadəddin Nəsiminin əsərləridir. Bu da mənim, deməli, bax bu yazmışam bunu mən, deməli Çar Rusiyasının bütün nesli haqqında yazmışam bunu, bütün nesli haqqında yazmışam bunu. Bunu hardan yazmışam? Bunu isə belə gələn ki, bəzi o kitablar olub məndə, mənbələr olublar, oradan yazmışam. Nəyi lazımdır ki? Bu mənə o vaxt, mən bunu yazmışam, 30 il bundan qabaq yazmışam bunu. Eşitsən, hə, o vaxt yazmışam bunu. Bu günlər, o vaxt deyirəm ki, bunlar lazım olurdu. Yəni ki, bu məlumatlar hər yerdə var ya yoxdur? Bəziləri yoxdur. Bəziləri yox. Məsələn, Yevdokya Fyodorovna haqqında məlumat verilmir. Yevdokya Fyodorovna, bilirsən kimdir? O, isə biləcəksən ki, Pyotrun birinci arvadıdır. Eşitsən, birinci arvadı, hansından ki, Aleksey doğulmuşdu. Hansını ki, özü öldürtdürdü. Aleksey də ona bunt hazırladı, onu öldürməyə hazırlaydılar. Onu da bilirsən necədir? Bir dəqiqə mən qulağa... Ona da burada belə bir şey var. Bunu mən deyirəm sənə, bəlkə də çox yerdə yoxdur. Alekseyin anasını boşamışdı o, eşitsən? Onu qırağa tollamamışdı. Onu şeyə saldırmışdı, monastıra saldırmışdı, kilsəyə. Kilsədə ediyor. Bəlkə də bu bunt hazırlanırdı ki, o anasını kilsədən çıxartsın. Aleksey anasını kilsədən çıxartsın. Mən belə düşünürəm. Bilmirəm daha düz düşünürəm, yoxsa yox. Amma xəbər tutdu bu xəbər tutdu, oğlunu edam elədi. Onun oğlu var, evləndirmişdi, onun oğlu vardı. İkinci, ki, Pyotr gəldi hakimiyyətə, arvadı, əsas, sonra ikinci Yekaterinadan, deməli Yekaterinadan sonra, birinci Yekaterinadan sonra o oğlu gəldi hakimiyyətə. O da hakimiyyətdə çox olmadı. Özü belə 15 yaşında öldü. Bir dəqiqə gəl bura. Burada da, bax, fikir ver, görsən bunları. Bax, bunlar da mənim o vaxtdan yazdıqlarımdır, bunlar hamısı, bax, bunlar vərəq. Mən heç vaxtı dəftər yaza bilmirəm. Bir də ki, dəftəri 200-lü yaza bilmirəm. Həmişə onun bir üzün yazıram. Bax, bu da, hesab elə gələn ki, bu türklərə aiddir. Bu göydür, türklərin, bu səma hesab elə gələn ki, mən Oğuznaməni yazmışam. Oğuznaməni, Divan-ı Lüğət Ət-Türkdən də yazmışam, Mahmud Kəşqardan. Bir də hesab elə ki, Fəzlullahdan, Rəşidətdən Fəzlullahdan da yazmışam. Yəni ki, Oğuznaməni... Kitablarınız çıxıb yaşayıb. Yox, mən getmirəm mənə şeylərə. Mən onun yerinə məbil yığmışam. Bəs bunu... Yazmışam da, həvəsim var yazmışam. Bunlar çatdırmaq lazım deyil. Yox, heç nə, mən öləndə isə ayağım altından bastırırlar. Nəmi Fəzlullah bu işləyirsə, onun kimə nə xeyri var? Onun kimə ola bilər, indi hasansı, indi kimsə gəlib götürər buradan bir verər, məsələn, bir şey püşkəni qəndə olar xeyri. Bunu mənim nəvəm çəkib. Nəvəm rəssamdır. Bu da mənə bağışlayırlar, bunu kalendardır. Mən bu mənzərəyə yarım saat baxaram, isə belə gedən ki, biri görəm ki, onun içindəyəm. Bu da bizim Elçinin kitabıdır, Bülbülün nağlı. Elçin də bizim, yəni belə İlyas Əfəndiyevin oğlu. Mən Elçinə bir dahi kimi baxıram. Onun yazısından, Əslən buradan. Onun əsərləri var. Balıdadaşın ilk məhəbbəti, Gümüşü Furqon, eşitsən? Kino çəkilib. Bəli, yox, ondan doymaq olmur. Onun biz kitablarını, bugün kino var da, biz onun kitablarını oxumuşuq, doymamışıq ondan biz. O qədər abalı dediyin ki. O kitab, bu günlərdə, yəni ki, o öz, yəni ki, o itirməyib də onu da, nə bilim, mən bu günləri 20 yaşında, 30 yaşında Elçin, bugün 70 yaşım var, bu günləri Elçin qənd Elçindir mənim üçün. Demək, o da kəndçivizdir, belə. O da buradan da əslən. O İlyas Əfəndiyevin oğludur. Başa İlyas Əfəndiyev desə belə ki, demək olar ki, belə kimi şey kimi ad nədir?
Emin Sabitoğlu eşisən. Emin Sabitoğlu'nun atasının adı nə idi? Yadıma düşür. Ha, mən də yadımdan çıxdı. Bax, o da hələ bir şeydir. Adı nədir? O da hələ bir şey. Hicranı yazıb. Hicranı o yazıb da. Kürdaxanı barədə kitab. Kürdaxan haqqında, ha. Bax, sonra bax bu şeyindir. Şotur Ustabelinin, yəni ki, pələng dərisi giymiş şey pəhləvan. Bu da onların şeylə əsərləri, bu da onların əjdahaları. Azərbaycanca, ya Rusca. Yox, Azərbaycancadır bu, Azərbaycancadır. Kim tərcümə edir? Bunu tərcümə eləyən, mən bilməm, bu kitabxana kitabıdır. Bu başlanğıc. Necə olub kitabxanada uğurlamısınız? Yox, gəlib düşüb bura eşitsən. Mən yəni ki, öz belə biliyorsan ki, nəzərsə belə gələn ki, məndə burada bir səncədir. Sənə bunun üstü çerdaqdır. Məsələn, mənim orada tarım, kamançam. Çünki oğlum, qızım kamança, musiqini qutardılar da, eşitsən. Sonra kitabları, mənəm instrumentləri, işlətdiyim də instrumentlər. Mən bir səncədir, instrumenti satmıram. Mən onu bilən ki, o instrumenti satacağam. Onun pulunu bir həftə xərcləyəcəyəm. O sonra instrumentin dalınca gözüm qalacaq. Yəni özü kim düzəldi o instrumentləri? O instrumenti hazırda alıram. Eləsi də var mən burada. Mən stanok yığmışam burada. Hətta belə deyirəm ki, mən o stanoku yığanda o millimetrovkan kəsən, mən sizə nəyi çıxarda bilərəm? Mən sənə bir dənə söz deyim, bir də mənə qulaq as. Mən sizə nəyi çıxar? Sən gəl bir dənə mənə detal vərqinəm. Deyirəm ki, eşitsən? Bundan mənim üçün bir kağız qəlində, bir vərəqin qəlində çıxardacağam. Başa düşdün? Onun şeyini mən düzəldə bilirəm. Onun xərkeşini düzəldə bilirəm mən. Siz hər tərəfli inkişaf etmiş adamsınız. Ona görə. Bax, sonra bax burada, bax Üzeyir Hacıbəyovun Azərbaycan xalq musiqisinin əsasları. Bu Azərbaycan musiqisində əsas kitabdır bu. Əsas kitabdır. Çünki Üzeyir Azərbaycan Hacıbəyov. Üzeyir Hacıbəyov. Bunun familiyası Hacıbəyov. Yox, sonra onu Hacıbəyli eləyiblər. Əsas Sovet vaxtında Hacıbəyov idi. Hər yerdə Hacıbəyov gedib, indi başlayıb onu Hacıbəyli eləməyə. O biz şeydən çıxırıq da, ovdan, yerdən çıxırıq. Biz Rusdan çıxırıq da, bu bey nesilinə getmək istəyirik tezdən. Bizim ixtiyarımız çatırmı? Əlbəttə çatır. Bizim əlimizdən alıblar onu. Yox, o adam özünü Hacıbəyov sayırsa, Sovet bunu, Çar Rusiyası bunu işğal eləməyincə, biz beyli, əlifli, əmirli, mənəm neyli zətliyirik. Onda biz bütün ovları, yerləri dəyişək. İcazə verdi, bizə Sovet dağılan kimi dedi, gedin, hamısız değişin. Değişin. Başa kimi dəyişmişik biz? Ha? Başa kimi dəyişmişik köhnələrdən? Kim istəyir dəyişdirib, ixtiyarım var. Mən istəyirəm ki, mən hesab ki, öz genimin o kökündə qalım. Tezdən ora qayıtmaq istəyirəm mən. Mən ov olmaq istəmirəm də. Yox, başa siz yəni özünüzə görə ixtiyarınız çatır, amma bu tarixi şəxsiyyətdir, dünyasını dəyişib. Mən sizə bir dənə söz deyim. Dövlət işçiləri öz yerində şeysən, amma incə sənətdə belə bir şey var. Bax, o da şeyindir, Xəqaninin kitabıdır. Bu Xəqaninin kitabıdır ya. Xəqaninin olsa belə deyək ki, nə demək istəyirsiniz? İncə sənətdə belə bir şey var. Kimsə özünə təxəllüs götürə bilər, ləğəb götürə bilər, eşitsən? Hə. Bax, bu da Üzeyrin, bax, böyük bir kitabıdır. Bax, Üzeyir Hacıbəyovun kitabıdır. Bu da onun bütün... Adı nədir kitabın? Kitab Azərbaycan musiqisi haqqında da isə belə ki, seçilmiş əsərləri, ancaq bu Azərbaycanın musiqisi haqqında, Azərbaycanın, yəni ki, bu quruluşu, musiqinin bizdən Üzeyir... Mən sizə bir dənə söz deyim, Üzeyir bilirsiniz kimdir? Hə? Mən bir dənə söz deyəcəm, bir dənə baxın, görün kimdir Üzeyir. Görün kimdir Üzeyir. Bir dənə, istəyirsiniz bir dənə bu sözü deyim, bəlkə yazın onu, bəlkə o yadıyız, vurmasa da yadigar qalar. Hə, deyir kimdir Hacıbəyov? Yox, Azərbaycan xalq musiqisi. Bax bu kitablara, mən bunları qorumuşam, dənə-dənə xalq musiqisi. Mən meyvə şikamə, mənim kitabımdan, kitabxanamdan çıxan kitablara baxayım. Türk dilində də var da kitablar, Türk dilindədir. Bax, gör də bu da var, bax. İndi onu buna bax. Bu bilsən kimdir? Rafael Hüseynov. Hə, tanıyırım. Bundan intervyu götürməmsən? Yox. Ola bilməz, bundan götür. Hayf deyə bu. Bu hayf deyə. Suallar hazırlayıb qoymuşam. İndi intihası görüşmək lazım. Bundan gəlməyəcək ha. Bu hayfdir. Hansı suallar verim mən ona? Buna, Rafael müəllimə. Buna mən sənə dedim. Buna sən sual verməyə ehtiyac yoxdur. Yəni özü danışacaq. Özü danışacaq. Burası elədir. Onun bir dənə sənə söyləyim. Onun bir dənə hesab eləyən ki, bax bu əsəri var ha, məhsəti necə varsa. Bu ilahi nələr yazıb. Məhsətini hardan hara getirib gəlib bu. Amma o şəxsşünasdır, amma siyasətə getdi. Yox, bilirsiniz, bir dəfə Hacı Əbil demişdi ki, Azərbaycanın dinin evini yıxan bizim şəxsşünaslarımızdır.
O da şəxsşünas olaraq Mən üçün dinə aid. şərq, din şərqdən gəldiyi üçün Hə. bizim dinimiz, ədəbiyyatımız şərq ona mütləq bağlı olmalıdır. Mütləq bağlı olmalıdır. Yəni ki, bəzi şeylər var, mən onunla razı deyiləm. Dinim Din siyasətdən həmişə ayrı olub, eşitsən? siyasət demirəm mən. Aha. Yəni şəxsşünaslıq olaraq bu şəxsşünas kimi baxır dinə. Mən ona necə baxıramsa, indi o heç öz İnşallah yerində. görüşərəm onunla, inşallah müsahibə götürərəm. Bax bunun bir əsəri var. Hə. Bunun bir əsəri var. Bax bu məhsəti necə varsa. Burada gör nə yazır o. Bu məhsətini elə bir formada bizə təqdim edib ki, bizim onun haqqında heç bir o dərinlikdə informasiyamız olmayıb. Mən bunun kitabını oxuyandan sonra məhsətini tanımışam. Mən onu o vaxtda mən bilməmişəm məhsəti kimdir. Mən onu hətta mən onun haqqında bir deməli Yunanlarda belə bir Sappho var. Eşitməmisən Sappho? Eşitmişəm. Ay sağ ol. Həmin hesab eləginən ki, onu bu elə bilginə ki, mənim gözümü açdı. Mən Sapphondan məhsətini ayıra bildim. Düzdür. Çünki onlar da sevgili olublar. Onun da Alkeyadında sevgilisi olub. Siz çatdıra bilirsiniz bu qədər oxumağı və Mən beynimdə deyib olaram. Mən bir dənə kitab Yüzü oxudum. batıram, deyirəm, vaxtım olanda pensiya çıxanda oxuyacağam, baxacağam. Yox, mən bir dənə vərəqə baxmıram, danışıram üstünə. Bu şüşdür. Yaddaşımız yaxşıdır, maşallah. Xaqani, hə. Seçilmiş əsərləri Xaqaninin üzündə şairdən çox hökmdarlıq var. Hökm var onun üzündə. Fikir ver. Ona bax, üzündəki hökmə bax. Hökmə bax ki, nə? Nizami deyir ki, mən demişdim ki, Xaqani məni çiynində aparar. Deyir ki, mənə qismət oldu Xaqanini aparmaq. Amma Xaqani ona deyir ki, sən çox xoşbəxtsən deyir. Deyir ki, mən sana şair oldum, amma sən olmadın. Ona görə sən deyir, məndən xoşbəxtsən deyir. Nizami gör nə yazır. Nizami deyir ki, günəş öz varını yerə göndərir. Yer öz varını göyə göndərir. Su havaya pərvazlanır. Yenə enib əsiri olur torpağın. Sirri nədir bu get-gəlin? Diqqət yetir, fəhm eylə ey qafil. Cəzb etməkdə bərqərardır, bir qərardır bu dünya. Kamillər eşq deyir bu cazibəyə. Eşq ilə bərqərardır dünya. Bu fars dilindən tərcümə olunub. Bunu deyəsən Zəki Xəndandır, ya da ki, Cəfər Xəndan tərcümə edib bunu. Çünki sənsizlə bir də ki, sevgili Cananı, eşitsən, birini Mirvarid Dilbazı eləyib, birini Cəfər Xəndan eləyib bunu, Üzeyir Azbəyov vaxtında, 43-cü ildə. Bu da bizim çox güclü hesab edək, Azərbaycan, bunun əsli İrandandır, eşitsən, amma Azərbaycanın, yəni Sovet vaxtından gəlib Azərbaycana, bu da çox güclü səhnə ustası olub, siyahçı rəssamdır, bunun çəkdiyi şəkillər, yəni ki, çox güclü olub, yəni ki, Azərbaycan bu günləri rəssamı kimi gedir bu. Sadıq bəy, mən onun şəklini deyən göstərim sizə. Onun şəklidir, bax bu. Bax, onun da Səhətlərin ki, şəkli var, eşitsən, Babək üsyanı. Bax, bunun da Babək üsyanı şəkli var. Eşitsən? Bunun sonrası belə ki, bunun bir dənə də onun əsəri var. Hesab edək, Təbriz üsyanı. Təbriz üsyanı gəlib düşür 1945-ci ilə. Axırıncı son oldu. Artıq hesab edək ki, Azərbaycan artıq çıxdı, əldən çıxdı, qurtardı onunla da bağlandı söhbət. Düşdün? Bax, bu çəkib onu. Mən burada onun bilmirəm, var onun şəkli burada. Bax, bunu Cavanşiri çəkib o. Bax, burada Cavanşiri çəkib o. Bu Cavanşiri çəkib, bizim Cavanşiri, yəni ki, hesab edək ki, Tridatın oğlu. Tridatın da kökü, bu Alman köklərindəndir. Onların babaları deyəsən Qrikor olub, varaz Qrikor, varaz Tridat, sonra gəlir Cavanşir. Sonra, bu deməli, bizim bu fitnədir. Bu fitnədir. Bu fitnə. Bu da ki, Nizaminin hesab edək ki, şeyindəndir, adı nədir? 7 gözəl əsərindəndir. Burada Fısat, mən bir dənə deyən görüm, burada. Bir tələsmə, bir dəqiqə, mən burada şəkil var, mən göstərmir sənə. Bu Leynin vaxtıydı da, onu da çəkib. Bu da bizim, yəni... Kimdir o? Leylin? Leylin oradaydı. Bax, bu Füzulinin portretidir.
Bu portretdir. Bunu çəkmisən də bunu. Bu da portretidir. Bunu da istəyəcək Sadıq Şərifzadə çəkib bunu. Mən bunu yəni ki Səttar kimi yəni ki buna çox yaxınam. Başa düşdün? Yəni bilmirəm mənim içimdə bax Nəsiminin portretini bu çəkib. Bax bu Nəsiminin portretidir. Nəsiminin portretidir bu. Bax sonra burada hesab edək ki Mirzə Ələkbər Sabiri çəkib. Burada sezib edək ki burada kimdir bu? Deyən görüm bizim artistimiz şeydir bu. Sidqi Ruhulladır bu. Beşiksən Sidqi Ruhulladır. Sonra indi burada bir əsər bax. Bu deməli bu axırıncı bu şeydir adı nədir? Təbriz Təbrizin qorunması, Abarona Təbriza, Təbrizin qorunması. Bu da Babək üsyanıdır. Bax bunu da o çəkib. Düzdür? Bax şeyin də Səttarın da belə bir əsəri var. Babək üsyanı əsəri var. Bu da Babək. Bu da Babəkdir. Bu da Babəkdir. Lüğət barədə Lüğət bu deməli bu demək olar ki ən çox içində məlumat olan, yəni ki söz olan ərəb-fars lüğətidir. Yəni ki ədəbiyyatın demək olar ki sağ əlidir. Yəni klassik ədəbiyyatın sağ əlidir. Dilində istifadə olunan ərəb-fars sözləri. Azərbaycan ərəb tərcüməsi, Azərbaycan fars tərcüməsi. Yəni ki, klassik ədəbiyyatın deməli sağ əlidir. Bəzən dediyinə görə Azərbaycan dilində 70%-ə kimi allama sözlər, ərəb və fars. Mən deyəcəm sizə, Azərbaycan dilində bütün dillər bir-birinə qohumdular. İstir şərq olsun, istir qərb olsun. Amma klassik ədəbiyyat isə üç ayaqlı ədəbiyyatdır. Türk, ərəb, fars üç sözün üstündə, üç quruluşun üstündə yanıb. Sən üç dili birləşdirməsən, sən o qəzəl dünyasını yarada bilməzsən. Bu günləri bizim qəzəl dünyamızın yaranmasında bu üç dilin bir-birinə zəncirvarı bağlı olmağıdır. Ərəb, fars, türk. Burada bizə nədən gedir söhbət? Zaman gəldikcə sən türksənsə, türk dilindən çox istifadə edirsən, ərəb, fars sözlərindən az istifadə. Kim az istifadə eləyib, o daha meyilli olub öz dilinə. Füzuli gör nə yazır. Füzuli gör nə yazır. Deyir ki, mən sözdən gözəl bir süfrə açdım əhli aləmə. Orada hər türlü nemət düzmüşəm. İstər türk gəlsin, istər ərəb, istər əcəm, yəni fars, qurtaran nemətdir, qurtaran deyil süfrəmdən nemətim. Hər nə qədər nemət aparsa süfrəmdən. Yəni o deyir ki, mən üç dildə yazıram, üç dildə. Özdəki necə istəyirsən, fars dilində də yazıram, ərəbcədə, türkçədə. Nə istəyirsən yazım sənsin, qurtaran deyil, doludur desinəm. Dili xırdalaya bilməzsən. Lüğətlər olmasın. Olmasın. Bir də ki, Ramiz müəllim. Bir dənə sözdür. Bu kitab var ha. Hansı Ramiz müəllim? Kör Ramiz, bir-birdəki Ramiz Fasi. Bu kitab var ha mənim əlimdə ya. Mən Ramiz müəllimin içində 5 dənə bundan var idi. 5 dənə içində 5 dənə bundan var idi. O kitaba baxmadan bilirdim ki, bu dildən qabaq o sözün bir dənə də tərcüməsi olub. Ondan qabaq bir dənə də tərcüməsi olub. Onu da deyirdi. Bu da Nizaminin hesab edin ki, xəmsəsidir məndə. Bu İskəndərnamədir. Nizaminin xəmsəsi, hamısı var məndə bunlar. 5 dənə. Nizamini oxumuşam, amma çox rusca oxumuşam. Rusca, sən rus dillisən axı, ona görə rus məktəbi qurtarmısan. Bu adama ləzzət verir. Amma mən sənə bir dənə söz deyim. Mən indi deyərsən belə, orada elə bir şeylər var ki, Mən onu rusca düzdür, mənə o çatmır. Mən klassik ədəbiyyatı rusca bilməm, mən texniki ədəbiyyatı rusca bilirəm. Texniki ədəbiyyatı oxumuşam, bilirəm. Bildin? Amma ki, klassik ədəbiyyatı mənə Azərbaycan dili kimi, mənə onu zövqü verə bilməz. Çünki mən Azərbaycanlıyam da. Azərbaycanlıyam ona görə, o necədir o, bilmirəm orada içindədir, hara gedir deyir o mənə ləzzət əlir o dil, hara deyir, nə var beynimizdə nöqtədir, nə deyir o? Bu da Cəfər Xəndanın kitabıdır. Cəfər Xəndanın kitabıdır bu, Uğur yolu. Cəfərin yolu, bu da çox güclü dilçidir ya, fars dilini bunun kimi bilən olmur. Şeyi, belə gələn ki, Füzulinin, Nizami Gəncəvinin Sənsiz əsəri var ha. Belə gələn ki, Sənsizi bu tərcüməliyib, Sevgili Cananı tərcüməliyib, Mirvarid Dilbası tərcüməliyib. Bu da bizim bu da Füzulinin kiçik broşuralarda Füzuli haqqında, yəni bu balaca kiçik monoqrafiyalardır bunlar, Füzulinin haqqında. Sonra bu da Seyid Əzimin Qəzəllər kitabıdır, böyük kitabdır Seyid Əzim. Seyid Əzim çox dəryadır, onun üçün bursa vaxt lazımdır. Onun üçün Sabirin bir şeiri var, ona ədəbiyyatda çox vaxt Bala Füzuli deyirlər, eşitməmsən onu? Sabirə Bala Füzuli deyirlər, nə üçün?
Sabir yazır ki, deyir ki, sabirə. Eşitsən, deməli, səbri hər dərdə, səbri var, bildin nədir? Quranda Əsr surəsi var. Ona hesab edən ki, Səbr surəsi də deyirlər, eşitsən, bizdə ona deyir ki, o Quranda ərəbcə belədir. Vəl əsri innəl insana ləfi xusur illəl-ləzinə aməni və amili səlihəti təvasa bil haqq və təvasa bil səbri. Bu Əsr surəsidir. Hindi Füzuli göldə yazır. Deyir ki, səbri hər dərdə mirur ilə müdəvva eylər. Sahibi səbri bulur, hər nə təmənna eylər. Deyir ki, kim ki səbri sahibidir, kimdə ki səbir var, nə təmənna eləsə əldə eləyəcək. Lüzum onda səbir olsun, eşitsən? Ona görə deyir ki, səbri hər dərdə mirur ilə, mirur az deməkdir. Az da olsa şey eləyəcək. Mirur ilə müdəvva ilə dərman eləyər. Sahibi səbri bulur, hər nə təmənna eləyər. İndi sabir, bunu Füzuli bunu mətlədə yazdı. Mətlə başlanğıc deməkdir. Uc, bura. Buna ədəbiyyatda mətlə deyirlər. Bura bax. Buna mətlə deyirlər, başlanğıc. Buna məqtə deyirlər, sonuncudur, nöqtə. Bunu sabir, Füzuli burada mətlədə yazır. Səbri hər dərdə mirur ilə müdəvva elər. Sahibi səbri bulur, hər nə təmənna elər. Burada. İndi sabir nə yazır? Bu sonda sabir məqtədə yazır. Deyir ki, sabira ümmid-i vəsli ilə qəmi hicrana döz. Hansı bir müşküldür ki, səbri ilə asan olmasın. Bax, eyni sözü bu da dedi. Eyni sözü dedi. O da Əsr surəsindədir, bu da Əsr surəsindədir. Dinimiz deyir ki, səbir əldən qalib gəlir.